İsa Bey, hoş gördük sizi. Hoş gününüz olsun Teymur Bey. Hoş gördük. İsa Bey, elə 20 yanvardan başlayaq. Bu gecə 1990-cı ildə bu gecə, yəni 36 il bundan qabaq bir hadisə baş verdi Azərbaycanda. Heç kəsin gözləmədiyi halda öz qoşunlarımız, hesab elədiyimiz SSR qoşunları Azərbaycana hücum elədilər, Bakıya hücum elədilər, Lənkəran və yaxud da digər istiqamətlərdən, şəhərin içərisindən, Bakı şəhərin içərisindən, Sələn kazarmasından və Quba tərəfdən, Binə qəsəbəsindən və s. harda ordu vardı, hər kəs cəmaata güllə atmağa başladı və Milli Azadlıq Hərəkatının bir növ gözünü qırmağa çalışdılar. Bu sizin üçün nədir İsa Bəy? 20 yanvar hadisəsi, 36 bundan qabaq baş vermiş bu hadisə sizin üçün bir faciə günü kimi xatırlanır, yoxsa bir qürur kimi, dövlətimizə gedən bir yol kimi? Buyurun. Doğrudan da o ağır günlərdən 36 il keçir. Özdə məhz elə bu saatlarda indi Bakıda saat 8 oldu. 8-in yarısı kimi, 19 yanvar 8-in yarısı kimi Azərbaycan televiziyasının əməkdaşlarından birinci nəfər bizim qərargaha, Xalq Cəbhəsinin qərargahına gəldilər həyəcanlı vəziyyətdə və televiziyanın partladıldığını və televiziya verişlərinin məcburən dayandırıldığını bəyan etdilər. Yəni, elə sizin sualınızda ilk növbədə mən həmin hadisəni xatırladım. Yəni, həmin gün təkcə faciə deyil və təkcə qürur günü deyil. Həmin gün həm qürur günüdür, həm faciə günüdür, həm də cinayət günüdür. Faciə günüdür çünki yüzlərlə vətəndaşımız, soydaşımız, insanımız vəhşicəsinə qətlə yetirildi həmin gün və sonraki günlərdə Bakıda və Azərbaycanın bəzi bölgələrində. Bu dəhşətli bir faciə idi, böyük bir itki idi. Digər tərəfdən həmin gün bir cinayət günü idi. Çünki Sovet İttifaqının rəhbərliyi, Komünist Partiyasının rəhbərliyi faktiki olaraq dinc əhalini qırmaqla böyük bir cinayətə yol vermişdilər. Ona görə də bugün həm də cinayət günüdür. Ama aynı zamanda tabii ki bu hem de bizim için bir gurur günüdür. Çünkü ister istemez Sovet hakimiyyəti, Komünist hakimiyyəti Azərbaycan xalqının milli iradəsinə qarşı gəlmişdi. Müstəqillik iradəsinə qarşı gəlmişdi. Azərbaycan xalqının sındırmaq, yoldan bu yoldan, müqəddəs yoldan çəkindirmək üçün gəlmişdilər. Amma xalqımız hətta həmin gün dəhşətli itkilərə məruz qalsa da geri çəkilmədi. Əksinə 20 yanvardan sonraki günlərdə də xalq öz iradəsini nümayiş etdirdi. 21 yanvardan 22 yanvara keçən axşam və gecə bizim də iştirakımızla Xalq Cəbhəsinin rəhbərindən təmsilçilərin və fəallardan bir qrupun iştirakı ilə, ziyalıların iştirakı ilə Ali Soveti yığmağa biz nail olduq və həmin Ali Sovet çox tarixi qərarlar qəbul etdi həmin gecə. Yəni həmin Ali Sovet Moskvanın bu cinayətini adı ilə yazdı tarixə və bildirdi ki, bu bir cinayətdir Azərbaycan xalqına qarşı. Və qeyd elədi ki, əgər bu ordu, Sovet ordusu Bakıdan çıxmayacaqsa, Azərbaycan SSR-dən ayrılma prosedurlarına başlayacaq. Yəni o tarixi qərarlar idi. 22 yanvarda xatırlayırsınız, milyonlarla insanın iştirak elədiyi möhtəşəm dəfn mərasimi oldu. Və daha sonra 40 günlük tətil baş tutdu Bakıda və Azərbaycanın bir çox bölgələrində. Yəni bütün bunlar xalqımızın hətta o dəhşətli faciədən sonra da sınmadığını, geri çəkilmədiyini, hədəflərinə sadiq qaldığını, dəyərlərinə sadiq qaldığını nümayiş etdirdi. 20 yanvar günü və o günə aparan hadisələr, o gündən sonra baş verən hadisələr Azərbaycan tarixinin çox ağır, eyni zamanda şərəfli səhifələridir. Təbii ki, bu barədə biz saatlarla danışa bilərik. Sadəcə bir məqamı qeyd etmək istəyirəm. Siz dediniz ki, hamı üçün gözlənilməzdir ordunun hərəkətə keçməyi. O qədər də elə deyildi. Hələ həmin ilin yanvarın 6-sında, 7-sində, 90-cı ilin yanvarın 6-sında, 7-sində Azərbaycan Xalq Cəbhəsinin 3-cü konfransı keçirilirdi. Həmin konfransda
mən çıxış eləmişəm və açıq şəkildə bildirmişəm ki, Moskva Azərbaycana ordu yeritmək üçün bəhanə axtarır. Ona görə də həddən artıq diqqətli olmalıyıq. Çalışmalıyıq ki, 90-cı ilin martında Azərbaycanda da digər Sovet Respublikaları kimi parlament seçkiləri keçiriləcək. Həmin parlament seçkilərinə qədər dinc fəaliyyət davam etməlidir və o halda Xalq Cəbhəsinin, xalqın seçkidə qalib gəlmək, parlamentdə əksəriyyəti nəzarətə götürmək və Azərbaycanın Qarabağ məsələsi ilə bağlı və müstəqilliklə bağlı çox önəmli qərarlar qəbul etmək imkanı olacaq. Biz buna çalışmalıyıq. Yəni, bunu mən açıq şəkildə deyirdim, o təkcə mənim fikrim deyildi. Azərbaycan Xalq Cəbhəsi rəhbərliyinin, idarə heyətinin önəmli bir hissəsinin birgə mövqeyini mən ifadə edirdim həmin çıxışımda. 1 saata qədər çıxış eləmişəm. Və digər də bunu dərk edən, bunu qiymətləndirən şəxslər var idi. Sadəcə olaraq o vaxtı Sovet rəhbərliyinin cinayətləri nəticəsində və Azərbaycan Kommunist rəhbərliyinin bivecliyi, həddən artıq ehtiyatlı davranması nəticəsində xalq çox qəzəblənmişdi, xalq çox radikallaşmışdı və o radikal əhval-ruhiyyədən Sovet rəhbərliyi, Kommunist rəhbərliyi sui-istifadə etdilər bu cinayət törətmək üçün. Nəysə, bu çox böyük bir mövzudur. Tanrı bütün şəhidlərimizin, o cümlədən 20 yanvar şəhidlərimizin ruhunu şad eləsin. Mən 20 yanvar şəhidlərində, Qarabağ şəhidlərini də hesab edirəm ki, Azərbaycanın istiqlal şəhidləridir onlar və onlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban veriblər. Onların xatirəsi bizim üçün əzizdir, daim bizim yaddaşımızda yaşayacaqlar, xalqın ictimai siyasi şuurunda yaşayacaqlar. Tanrı onların ruhunu şad eləsin. Təşəkkür edirəm İsa bəy. Siz danışdıqca mənim də xatirimdən bəzi şeylər keçdi. Həmin o 21-də dediyiniz, yanvarın 20-də dediyiniz Ali Sovetinin iclasında mən də iştirak eləmişdim. O vaxtı Zeynəb Xanlarovanın deməli bizdə bir tanış dostu vardı. Bizdə direktor işləyirdi. Bir nömrə Taksimetro Parkında. Mən də o vaxtlar həmkarlıq təşkilatının sədri idim. Bu hadisələr gözümün qabağında baş verəndən, Siyarən Kazanmasının ətrafında baş verən bu hadisələr doğrudan hamını dəhşətə gətirmişdi və biz getdik parlamentdə iştirak eləməyə. Çoxları görməmişlər. O deputatlar da sizlər, bəli, sizlərin böyük təcrübəsi, daha doğrusu o necə deyərlər, cəsarətin nəticəsində onları yığa bildiniz ora, yığmışdınız və mənim yadıma gəlir orada Bəxtiyar Vahabzadə çox aktiv idi. Ondan sonra İsmail Şıxlı çox aktiv idi həmin o axşamki toplantıda. Və s. Yəni, hər kəs bacardığı qədər bu hadisələrə qiymət verməyə çalışır və hətta sonda da dedilər ki, artıq gecdir, komendant saatıdır və dağılışmasaz gəlib bura hücum çəkəcəklər, cəmaatı burada parlamentə qıracaqlar, belə bir söhbət zad da bilməm, həyat xatırlayırsa. Amma da biz, deməli, bir çox deputat, o cümlədən İsmail Şıxlı deyir ki, bizi burada öldürəcəklərsə gəlib öldürsünlər və bundan biz qaçası deyilik. Əgər doğrudan da bu qədər hadisələr belədirsə və sonraki günlər baş verən hadisələrdə sabahları mənim bir qonağım olacaq, onunla bir də danışacaq məsələni. Bərabər xatirələrimizi danışacaq. Yəqin ki, orada mən də öz xatirələrimi deyərəm. Və bugün İranda baş verən hadisələr, deməli, həmin vaxtı 20 yanvar hadisələrdən baş verənləri Rus televiziyaları, daha doğrusu Sovet televiziyası o vaxtları Bakıda Xalq Cəbhəsi adı altında terroristlərin olduğunu təqdim eləmək istəyirdi və hətta mənim işlədiyim o taksimatoriya bir komendant gəlmişdi, rayon komendantı dedi ki, əgər sizin qabağınıza Xalq Cəbhəsinin bu terroristləri çıxsalar, biləsiniz belə bir formada uzun saçlıdırlar, saqqallıdırlar, mən belə evəcə bir forma şeydir. Mən dedim ki, qardaş, o Xalq Cəbhəsinin üzvlərindən biri mənəm, mən